Salam, xoş gördük. Necəsiz? Ümid edirəm hər kəs yaxşıdır. Daha da yaxşı olmanız üçün nələr mümkün? Bugün biz sizlə maraqlı mövzu haqqında danışacağıq. Bir coach olaraq sizinlə çox gözəl vərdişlər formalaşdırmaq üçün istiqamətlər paylaşacağam. Və bu paylaşdıqlarımı mən yaşam coachu kimi öz marafonlarımda xanımlarla birlikdə formalaşdırırıq. Bu təlimdə isə kimlər ki marafona qoşula bilmir, onlar məni dinləyərək burada öyrəndiklərini öz həyatına tətbiq edərək həyatını yaxşılaşdıra bilər. Bugünkü mövzumuz həyatını yaxşılaşdıracaq qızıl vərdişlər olacaq. Heç düşünmüsünüzmü ki, səhər yuxudan duranda hər gün etdiyiniz şey nədir? Gün ərzində hər zaman təkrar etdiyiniz hansı davranışlarınız var? Tutalım ki, günün bu zamanında hər zaman bunu edirsiniz. Və yaxud da durumdan asılı olaraq daim eyni etdiyiniz nələr var? Heç bunların fərqində olmusunuzmu? Bizim təkrarlanan etdiyimiz o davranışlarımız əslində bizim vərdişlərimizdir. Necə ki bunları biz davamlı şəkildə edirik və müəyyən vaxtdan sonra artıq buna alışmış oluruq və bunları biz avtomatik olaraq edirik. Bəs sizin zərərli vərdişləriniz daha çoxdur, yoxsa sizə xidmət edən, sizə faydalı olan vərdişləriniz daha çoxdur? Bunun haqqında bir düşünün. Ümumiyyətlə, nələr sizdə vərdiş halını alıb? Bunun fərqindəsizmi? Öz vərdişlərinizi bilirsinizmi? Hansı vərdişləriniz var? Elə istəyirəm, elə bu an bir özünüzü analiz edəsiniz. Baxasınız, görəsiniz ki, ümumiyyətlə sizin hansı vərdişləriniz var? Və bu vərdişləriniz sizə necə xidmət edir? Hansı vərdişləriniz sizə faydalıdır? Hansı vərdişləriniz sizə çox böyük ziyan vurur? Çoxumuz zərərli vərdişlərin nə olduğunu bilirik. Misal üçün, hamının bildiyi siqaret, hər hansı bir oyunun aludəçiliyi, spirtli içki içmək, telefonla çox zaman keçirmək, bunların hamısı əslində zərərli vərdişlərdir. Bəs özünüzdə formalaşdırdığınız gözəl vərdişlərin fərqindəsizmi? Varmı belə vərdişləriniz? Bəzən çoxu deyir ki, mən heç bilmirəm, mənim yaxşı vərdişim varmı? Amma özünüzü analiz eləyəndə baxıb görəcəksiniz ki, əslində kimlərinsə edə bilmədiyi çox gözəl vərdişləriniz var. Və bunun siz fərqində olmadığınıza görə bunun dəyərini də bilmirsiniz. Bunları istəyirəm görəsiniz. Hansı gözəl vərdişləriniz var? Misal üçün, səhər yuxudan duranda ilk etdiyiniz nədir? Mən səhər yuxudan duranda ilk etdiyim şükr etməkdir. Oyandım, gözümü açdım, nəfəs alıram, şükürlər olsun. Mən bunu artıq vərdiş halına salmışam. Yuxudan oyanıram, gülümsüyürəm, güzgüyə baxıram, özümə xoş sözlər deyirəm, bunu da vərdiş halına salmışam. Bunu mən əvvəllər fərqində olaraq edirdim. Amma çoxlu etdikdən sonra artıq bu məndə avtomatikləşib və hər gün mən bunu özüm üçün edirəm. Və bu mənə çox gözəl təsir edir. Bu bizim şüur altımızı da gözəlliklərə proqramlayır. Bugün mən sizinlə gözəl vərdişlər haqqında danışacağım. Qızıl vərdişlər verəcəm sizə. Və siz bu vərdişlər haqqında tanış olun, öyrənin. Baxın, görün hansı vərdiş sizin üçün maraqlı oldu. Hansı vərdişi öz həyatınıza qatmaq istəyirsiniz. Bunu sonra mənə deyərsiniz. Baxın, görün, hansı vərdişi özünüzə formalaşdırmaq sizə daha asan gələcək. Və qərar verin, mən sonda sizə tapşırıq verəcəm ki, o vərdişi öz həyat tərzinizə çevirin və formalaşdırın. Həyatınızı yaxşılaşdırmaq üçün özünüzə bir istiqamət seçin. Gəlin başlayaq görək. Hansı qızıl vərdişlər var, hansı gözəl vərdişlər var, bunlarla tanış olaq. Və hansı vərdişləri öz həyatımıza qata bilərik, bunu da bugün burada qərar verək. Beləliklə, həyatımızı dəyişdirəcək qızıl vərdişlər.
Gəlin, danışaq, tanış olaq. Birinci vərdiş. Su içmək. Yəqin ki, bir çoxlarınız, kimlər ki mənim marafonlarımda iştirak edir, görmüsünüz ki, marafonlarda verdiyim tapşırıqlardan biridir ki, gün ərzində su balansınızı qorumaq üçün ən az 3 stakan su için. Və bunu vərdiş halına gətirin. Bəzən olur ödənişsiz marafonlarım olur, 3 gün ödənişsiz edirəm. Orada da deyirəm ki, hər gün bunu edin. Və o hissə bitəndə də deyirəm ki, 3 gün siz bunu özünüzdə yoxladınız və baxdınız ki, bu sizdə alınır. Bunu həyat tərzinizə çevirin. Bunu vərdiş halına gətirin. Səhər yuxudan duranda ilk olaraq 1 stakan suyunuzu için. Bunu vərdiş halına gətirə bilərsiniz. Və sonra da gün ərzində sizə uyğun vaxtlarda növbəti su stəkanlarınızı içə bilərsiniz. Hətta 2 litr su içə bilsəz, bu daha gözəldir. Ən azından ən kiçiyini sizə deyirəm. Səhər yuxudan duranda 1 stakan suyu içmək. Bunu özünüzə vərdiş edin və baxın görün siz öz orqanizminizin necə də yaxşıya doğru getməyini hiss edə biləcəksiniz. Çünki bizim bədənimizin əsas hissəsi sudan ibarətdir və biz su balansımızı qorumalıyıq ki, bədənimizdə olan fizioloji proseslər də düzgün formada geçsin. Əgər su balansı düzgün olmayanda o fizioloji proseslər də düzgün getməyəcəkdir. Ona görə də birinci vərdişimiz su içmək vərdişidir ki, bunu baxın, həyatınıza necə tətbiq edə bilərsiniz ki, həyatınız yaxşılaşsın. Və bilin ki, biz susuz qalanda enerjimiz aşağı düşür, özümüzü yorğun hiss edirik, başımız ağrıya bilər, müəyyən xəstəliklərimiz ortaya çıxa bilər. Hətta insanlar var ki, deyirlər ki, mən biraz su içməyəndə özümü narahat hiss edirəm, təzyiqim qalxır və yaxud da təzyiqim aşağı düşür, xüsusi hər hansı bir yerlərdə ağrılar hiss edirəm. Biraz su içən kimi özümə gəlirəm. Necə ki, bəzi insanlar deyir, mən ac qala bilmirəm, yeməyimin saatı var. Həmin saatda yeməyimi yeməsəm, özümü çox pis hiss edirəm. Su da əslində elədir. Biz fərqində deyilik ki, bizim içdiyimiz su əslində bizə nə qədər faydalıdır. Və biz susuz qalsaq nə qədər öz orqanizmimizə ziyan vurmuş olarıq. Ona görə də su içmə vərdişini özünüzdə formalaşdırsanız, bu sizin həyatınızı doğrudan da yaxşılaşdıracaq. Bunu özünüz üçün qeyd edin və sonda baxarsınız hansı vərdişdən başlayacaqsınız. Gülmək, gülümsəmək. Gülümsəmək, təbəssüm etmək. Bu o qədər gözəl bir şeydir ki, hətta belə bir hədis də var, deyir ki, heç nə verə bilmirsənsə də, pulun yoxdursa, imkanın yoxdursa da, insanlara öz təbəssümünü sədəqə ver, insanlara gülümsə. Bəlkə sənin gülümsəməyin hansısa bir insana o anda çox gözəl bir təsir edə bilər. Və birinci özünüzə gülümsəməyi öyrənin. Gülümsəmək bizim sanki ruhumuzun dərmanıdır əslində. Öz ruhumuzu sanki xoşbəxt edirik gülümsəməklə. Və gülümsəmək insanda endorfin hormonunu artırır. Endorfin hormonunu artırmağı da bizi xoşbəxt hiss edir. Ümumiyyətlə insanda 4 əsas neyrohormonlar var ki, bu bizim əhvalımızı, bizim ruh halımızı çox yaxşı edir. Elə endorfin də bunlardan biridir və biz gülümsəməklə bu hormonumuzu da yüksəldə bilərik və bu da bizə çox gözəl təsir edər. Necə gülümsüyün, özünüzə necə bunu vərdiş etdirə bilərsiniz? Hər səhər yuxudan duranda, yəqin ki, bir çoxumuz güzgüyə baxırıq. Güzgüyə baxanda ilk işiniz özünüzə gülümsəmək olsun. Bununla başlayın gülümsəmək vərdişinə. Və gün ərzində də istənilən bir anda, insanlarla ünsiyyətdə olanda, sevdiklərinizlə ünsiyyətdə olanda, hər hansı bir çətin anınızda, nədəsə gərginlik yaşayanda sadəcə gülümsəyərək o gərginliyi aradan qaldıra bilərsiniz. Yəni təbəssümü bir vərdiş halına gətirin. Bəzən olur mən gedəndə yolda insanları müşahidə edirəm və baxıb görürəm ki, insanların çoxunun qaşları bu vəziyyətdədir. İnsanlar hardasa bir yolda və yaxud da hardasa oturanda, marşrutda və s. belə durublar bu vəziyyətdə, baş bu vəziyyətdə. Nəsə haqda düşünürlər, nəyinsə problemlə bağlı hansısa fikirlər, qərarlar qəbul etməyə çalışırlar mı deyim, nə mi deyim. Amma o qədər belə kənardan baxanda üzgün bir mimika alırlar ki, bəlkə də özləri bunun fərqində deyirlər. Amma o anda özümüzdə bir
o gərginliyimizi aradan qaldırmaq üçün təbəssüm bəxş etsək, müəyyən qədər o stres, ağırlıq da bəlkə də aradan qalxır. Ona görə də elə ilk olaraq güzgüdə özümüzə gülümsəməklə başlayaq günümüzə. Və bu bizə çox gözəl təsir edəcək və şüuraltımıza da gözəl mesaj ötürəcək ki, bəli, mən xoşbəxtəm, sevincliyəm və bunu da gün boyu da yaya bilərik. Bu da bir vərdiş olsun sizin üçün. Vərdişimiz nə ola bilər? Hər gün güzgüyə baxanda özünüzə gülümsəyin. Bax belə. Daha dərindən də gülə bilərsiniz. İndi baxırıq sizin əhval-ruhiyyənizə. Ən azından kiçik bir gülümsəməni özünüzə hədiyyə eləyə bilərsiniz. Sonra bir vərdiş də deyim sizə. Baxın, bizim həyatda var olmağımızın əsas göstəricisi nədir? Bizim nəfəs almağımız. Yəni, nəfəs alırıqsa demək ki, biz həyatdayıq. Və bir çoxumuz bu nəfəs almağı fərqində olaraq etmirik. Bu nəfəsin dəyərini çoxumuz bilmirik. Və bu nəfəsi daha dərindən qəbul edə bilmək üçün, nəfəs almağın necə gözəl bir şey olduğunun fərqində olmaq üçün, nəfəsimizin bizə nə qədər faydalı olduğunu idrak etmək üçün gün ərzində heç olmasa 5 dəqiqə fərqindəliklə nəfəs hərəkətləri edək. Buna özümüz üçün zaman ayıraq. Xüsusi nəfəs texnikaları var. Bu nəfəs texnikalarından istifadə edərək də bu fərqindəliklə olan tənəffüsü özünüzə hədiyyə edə bilərsiniz. Mən bunu marafonlarımda da deyirəm xanımlara. Elə burada da sizə deyim, misal üçün var 4-8-4, 4-7, 4-4-4, 7-8-7 və s. Bu nə deməkdir? Bu saniyələri göstərir. Hətta müəyyən videolar var ki, o videolarda nəsə fırlanır belə, artıq sənin saniyəni saymağına ehtiyac yoxdur da. Orada baxırsan, məsəl üçün, yuxarı qalxanda nəfəsini alırsan, aşağı düşəndə nəfəsini verirsən və yaxud da sağa gedəndə nəfəs alırsan, sola gedəndə nəfəs verirsən və s. Saniyələrə uyğun olaraq müəyyən videolar var. O videolardan da istifadə edə bilərsiniz və yaxud da özünüz beyninizdə də saya bilərsiniz. Ən azından 5 dəqiqə fərqində olaraq nəfəs hərəkətləri edin özünüz üçün. Mən bunu da hər zaman marafonlarda xanımlara çox vaxt çalışma şəklində verirəm ki, bunu vərdiş halına gətirsinlər və bunu hər gün etsinlər. Bu da bir sağlamlıq üçün çox faydalıdır insana. Nitqimizi yaxşılaşdırır, bədənimizdə olan oksigen axışını tənzimləyir, orqanlarımızın daha yaxşı işləməyinə kömək edir. Yəni, bu vərdişi də öz həyatınıza qata bilərsiniz. Nə edə bilərsiniz? Eyni saniyə ilə olan, misal üçün deyim, 4 saniyə ilə olan, deyim, 4-4-4 nəfəs texnikasını. Tam 4 saniyə nəfəsinizi aldınız, 4 saniyə saxladınız və 4 saniyə nəfəsinizi buraxdınız və belə. Yəni, 4 saniyə alırsınız, 4 saniyə saxlayırsınız, 4 saniyə buraxırsınız. 1-2-3-4, 1-2-3-4 saxladım, 1-2-3-4 buraxdım. Bu şəkildə ən az 5 dəqiqə yavaş nəfəs hərəkətləri edərək özünüzə yönəlirsiniz, bədəninizi izləyirsiniz və beləliklə də bunu hər gün etməklə vərdiş halına gətirə bilərsiniz. Nəfəs texnikasını etmək həm də bizim nəyisə fokuslanmağımıza çox faydalıdır. Diqqətimizi bir yerə toplamağımıza çox faydalıdır. Yəni, ən az 5 dəqiqə öz diqqətimizi özümüzə toplamağa bacarırıq bununla. Və beləliklə də biz bir çox şeydə bunu edə bilərik. Bəli, bugün mən vərdişlərdən danışıram və vərdişlər nədir? Vərdişlər təkrarlanan davranışlardır. Və burada dediyim hər bir şey əslində hər gün ediləcək bir şeylər və yaxud da müəyyən zaman dilimdə ediləcək bir şeylər olacaqdır. Bu nəfəs texnikasını isə hər gün ediləcək bir vərdiş olaraq özünüzə formalaşdırırsınız. Bu sizin üçün çox gözəl olacaq. Təbəssümü də, bunu da hər gün ediləcək bir vərdiş olaraq özünüzə formalaşdıra bilərsiniz. Ən az 5 dəqiqəlik nəfəs hərəkətini öz gününüzdə bir vərdiş olaraq formalaşdırın və müəyyən vaxtdan sonra görün bu sizin üçün necə gözəl olacaq. Və bu həm də sizin narahatlığınızı da aradan qaldıra bilər, bu sizin ruh halınızı yaxşılaşdıra bilər, özünüzü pis hiss eləyəndə, nəyisə çarəsiz çıxış yolunun olmadığını düşünəndə belə nəfəsinizin olduğu, əslində hər şeyin mümkün olduğunu, əslində həyatdayamsa da, nəfəs alıramsa da demək ki, hər zaman bir yol tapa bilərəm deyə düşüncəsini də sizdə formalaşdıra bilər. Təbii ki, hər kəsdə bu düşüncə fərqli ola bilər, amma bu düşüncə də ola bilər. İstirahət etmək vərdişi.
Biz çox vaxt qaça-qaçda oluruq, qova-qovda oluruq, onu edim, bunu edim, ora tələsim, bununla məşğul olun və s. Amma özümüzə yönələ bilmirik. İstirahətimizi necə deyim sizə, bir özümüzü qəbul edib bir özümüzlə qala bilmirik. Bu istirahət vərdişi özümüzlə qalmaq üçündür. Bu zaman nə edə bilərsiniz? Bir meditasiya edə bilərsiniz özünüz üçün. Hər hansı bir mövzulu bir meditasiya. Gözəl meditasiyalar var. Məsəl üçün YouTube-da yetərincə meditasiyalar var. Mənim marafonlarıma qoşulanlar üçün də mən xüsusi meditasiyalar hazırlayıram və o meditasiyaları verirəm. Əlavə olaraq tək-tək də mənim xüsusi meditasiyalarım var fərqli mövzularda. Arzu etsəz onları da əldə edə bilərsiniz və istifadə edə bilərsiniz. Yəni Azərbaycan dilində meditasiyalarda düzdür. Meditasiyalar YouTube-da var. Əksəriyyəti türk dilində, rus dilində və s. dillərdədir. Azərbaycan dilində meditasiyalar azdır. Amma yenə də var. Axtarsaz taparsınız və arzu etsəz dediyim kimi mənim də marafonlarımdan yararlanaraq o meditasiyaları əldə edib istifadə edə bilərsiniz. Hətta mənim bir marafonumda var. Nizamlı meditasiyalarım marafonu. 21 günlük meditasiya marafonudur. Hər gün mən sizə bir meditasiya verirəm və hər gün siz bir mövzuda meditasiyanı edirsiniz və 21 gün ərzində siz bu meditasiyanı edərək özünüzdə bir vərdiş formalaşdırmış olursunuz. Yəni istirahət edin deyərkən meditasiya edə bilərsiniz. Sakitcə uzana bilərsiniz. Gözlərinizi yuma bilərsiniz. Ən az 10 dəqiqə, 15 dəqiqə. Sadəcə uzanıb özünüzü dinləyə bilərsiniz. Yəni ola bilər ağlınıza nələrsə gələcəyini haqqdasa düşünə bilərsiniz. Yəni meditasiya demək sadəcə o demək deyil ki, hə mən nəyisə dinlədim və orada deyilənləri etdim. Təbiətdə oturub sakitcə bir yerdə, məsəl üçün yaşıllığa baxırsınız, çəmənliyə baxırsınız və yaxud da dənizə baxırsınız, çaya baxırsınız. Sakitcə durmusunuz və gözünü yumaraq da edə bilərsiniz, göz açıq da edə bilərsiniz. Gözünü yumaraq etsəz, bu bir fərqli bir istirahət olur. Göz açıq edərək də gözəl bir şeylərə baxırsınızsa, bu da bir istirahət növüdür. Yəni, sadəcə olaraq 10 dəqiqə, 15 dəqiqə ya uzanaraqmı, ya oturaraqmı, heç bir işlə məşğul olmadan sadəcə o anda qalmaq, yəni anda qalmaq, ya meditasiya etmək, ya o an orada nədirsə də ona fokuslanmaq. Bu da bir istirahətin növüdür. Ki, sən o müəyyən gün ərzində gərginliklər yaşayırsan, çətinliklər, sıxıntılar səni yorur, beynini gərginləşdirir, amma həmin an heç nə etmirsən. Bir çox insan var ki, heç nə etmədən dayana bilmir. Amma bu əslində sənə o qədər faydalı olar ki, o sənin gün ərzində yorğunluğunu aradan çıxmağına gətirib çıxarda bilər, gərginliklərin aradan qalxar. Hətta o anda ağlına gözəl ideyalar gələ bilər, hansısa məsələnin həllini tapa bilərsən o anda, nə haqqdasa düşüncələr ağlına gələ bilər, nəyəsə baxışın dəyişə bilər. Yəni sadəcə 10 dəqiqə, 15 dəqiqə ya uzan, ya otur, ya nəyəsə gözəlliklərə bax. Heç nə etmədən, yəni nə telefonla məşğul olma, nə hansısa bir işlə məşğul olma, sadəcə istirahət et. Türklər bana deyir, dinlən, sadəcə istirahət et. Və yəni bunu şuurlu olaraq edirik də, biz şuurlu olaraq ki, mən bu anı özümün istirahətimə ayırmışam və bunu edin. Gözlərinizi yuma bilərsiniz, sadəcə özünüzü izləyə bilərsiniz və yaxud da hər hansı bir gözəlliyə baxa bilərsiniz və sadəcə oranı izləyə bilərsiniz. Bu anda qalmaq çalışmasıdır. Bunu da hər gün edə bilərsiniz, vərdiş halına gətirə bilərsiniz və yaxud da ən azından həftədə heç olmasa 2 dəfə etməklə vərdiş halına gətirə bilərsiniz. Bu da sizin üçün bir qızıl vərdiş. Və müəyyən vaxt etdikdən sonra, vərdiş halına gətirdikdən sonra, bunu davamlı həyatınızda tətbiq etdikdən sonra faydalarını mütləq ki, siz görəcəksiniz. Növbəti vərdişimiz qarşılıqsız yaxşılıq etmək. Bu da çox gözəl, maraqlı bir vərdişdir. Yaxşılıq etmək deyərkən çoxları nəsə böyük bir şey fikirləşir ki, hə, kiməsə böyük bir yaxşılıq etmək. Yaxşılıq etmək o demək deyil ki, elə kiməsə böyük pulmu verəsən, kimisə böyük bir işini mi aşırdasan, kiməsə böyük bir əlindən tutub nəyinisə işini mi görəsən və s. Kiçik yaxşılıqlardan da başlaya bilərsiniz, amma dediyim kimi bunu vərdiş halına sala bilərsiniz və qarşılıq gözləmədən bunu etmək lazımdır. Bilin ki, verdiyiniz hər şey, verdiyiniz sevgi, verdiyiniz fayda qatlanaraq mütləq sizə geri dönəcəkdir. Məsəl üçün, yolda getdiyiniz hansısa bir insana xoş söz deyə bilərsiniz, qarşılıq güdmədən. Onda nəyisə bəyəndiniz, onu deyə bilərsiniz. Və yaxud da öz ünsiyyətdə olduğunuz insanlara nəyə ehtiyacım var, sənin üçün nə edə bilərəm?
deyə bilərsiniz və onun ehtiyacını dinləyib, onun ehtiyacına əgər siz qarşılamaq üçün nəsə edə bilirsinizsə də bunu edə bilərsiniz. Ola bilər kimsə sizdən maddi olaraq dəstək istəyir, ona maddi dəstək verə bilərsiniz, amma qarşılığını güdmədən. Həqiqətən buna imkanınız varsa da. Yəni yaxşılığın nə olduğunu özünüz seçin, amma özünüzə vərdiş halına gətirin ki, misal üçün həftədə ən az bir dəfə qarşılıq güdmədən kiməsə bir yaxşılıq edəcəm. Bu sizin həyatınızda olan bir insan da ola bilər, ya tanımadığınız bir insan da ola bilər. Yaxşılığın növləri çoxdur. İndi o yaxşılıq nə olacaq? Onu özünüz düşünün də, baxın görün o an sizin durumunuza uyğun hansı yaxşılıq edə bilərsiniz və bunu vərdiş halına gətirin. İndi hər gün edə bilərsinizsə daha gözəl, bundan daha gözəl nə ola bilər? Amma hər gün etmək sizə çətin gəlirsə də ən azından həftədə bir gün edəcəyiniz bir vərdiş halına bunu gətirə bilərsiniz. Qarşılıqsız yaxşılıq etmək. Bu da bir vərdişiniz. Yaxşı olar ki, qeyd edin vərdişləri və sonra baxarsınız, görərsiniz ki, bunlardan hansını öz həyatınıza salıb vərdiş halına gətirmək sizin üçün asan olacaq və elə bu webinardan sonra həmin o vərdişi başlayırsınız tətbiq etməyə və özünüz üçün formalaşdırmağa ki, onu davamlı edərək vərdiş halında özünüzdə formalaşdırasınız. Sonra günəş işığında olmaq. Bilirsiniz ki, günəş şüaları bizə verdiyi vitamin D vitaminidir və D vitaminini demək olar ki, ərzaqlarda tapmaq çətindir, yəni ki. Bu günəş şüalarından daha çox alınır. Və xüsusilə bilirsiniz ki, çoxunuz yəqin ki bilirsiniz ki, uşaqlarda inkişaf dövründə bu daha çox əhəmiyyətlidir və insanların hər birində də D vitaminin balansda olmağı onun sağlamlığı deməkdir. D vitaminin balansı pozulanda insanda bir çox xəstəliklər ortaya çıxa bilər. Ona görə də gün işığında olmağı vərdiş halına gətirək ki, orqanizmimiz sağlam olsun. Günəşə hətta antidepressant da deyirlər. Yəni, sən D vitamini qəbul edərək öz ruh halını yaxşılaşdırırsan, əhvalını yaxşılaşdırırsan. Çünki o D vitamini sənin sağlamlığına çox faydalıdır. D vitaminin faydaları ilə bağlı əlavə məqalələr var ki, axtarış edə bilərsiniz, tapa bilərsiniz. Bununla bağlı çox şeylər var. Və onda görəcəksiniz ki, nə qədər D vitamini bizə lazımdır və bunu biz qəbul etməliyik. Bir çoxları qida əlavələri deyirlər də, o D vitaminini çox gün qəbul edə bilmədiyi üçün qida rasionuna qatır dərman şəklində və onu qəbul edir ki, sağlam olsun. Amma yəni bu günəşimiz var da, məsələn pandemiya dövründə biz heç yerə çıxa bilmirdik. Əslində bunu güya bizim sağlamlığımız üçün etmişlər, amma günəş şüasına çıxa bilməmək bizim immunitetimizi daha da aşağı salırdı. Ona görə də indi şükürlər olsun ki, hər yerə gedə bilirik, rahat gəzə bilirik və bu günəşi dəyərləndirək. Hətta bir çox şəhərlər, ölkələr var ki, orada günəş ümumiyyətlə görünmür. Daim günəşin qabağını buludlar örtür. Məsəl üçün biz o vaxt Batumiyə getmişdik. Ora biraz nəmişlik yerdir də. Biz orada bir neçə gün qaldıq. Mən demək olar ki, orada qaldığımız gündə günəşi bir dəfə, iki dəfə gördüm. Çox vaxt hava belə nəm olur da. Yəni günəş şüalarını çox görmək olmurdu. Ona görə də yaxşı olar ki, bu günəşin faydasını bilin. Günəşin faydasını bilin və saatları var, zamanları var. Yaxşı olar ki, səhər saatlarında, məsəl üçün saat hardasa 9-11 aralığında və bu saatlarda çalışın günəşdə olun. Uşaqlara da bunu həkimlər həmişə tövsiyə edirlər ki, yəni səhər saatlarında günəş şüalarını qəbul eləyin və bu an qəbul olunan günəş daha faydalıdır. Amma günorta saatlarında gün altına çıxmayın. Çünki burada günəşin yuxarıda olan nöqtələridir və bu bizim dərimizə ziyan verə bilər, gün vurmalarına səbəb ola bilər, bir çox problemlərin ortaya çıxmasına gətirə bilər. Və bir də axşam saatlarında, hardasa saat 5-6 saatlarında o anda da günəşdə olmaq yaxşıdır. Hətta bilirsiniz də yayda çimməyə gedəndə də daha çox o vaxtlarda gedirlər. Səhər saatlarında bir də axşam saat 5-dən sonra. Yəni hər gün çalışın gün altında o günəş şüalarını qəbul eləyin. Bu da sizin sağlamlığınız üçün çox faydalıdır. Ona görə də
Bunu da vərdiş halına gətirə bilərsiniz. Hər gün heç olmasa ən azını deyirəm 5 dəqiqə günəş şüalarını qəbul edin ki, o D vitaminini də günəş şüalarıyla qəbul edəsiniz və bu dediyim kimi əhvalınıza yüksək təsir edəcək və günəş bütün işığın mənbəyidir də, siz sanki işığı özünüzə qəbul edirsiniz. Bunu da özünüzə vərdiş halına gətirin. Sonra pozitiv insanlarla ünsiyyətdə olmaq. Bunu da özünüz üçün bir vərdiş edə bilərsiniz. Belə bir misal var da, sən ünsiyyətdə olduğun 5 nəfərin ortalamasısan. Yəni, baxın görün, gün ərzində danışdığınız insanlar sizinlə ən çox nə haqda danışırlar? Dərdlərdən, problemlərdən danışırlar, yoxsa gözəl şeyləri müzakirə edirlər? Çalışın ətrafınızda gözəl şeylərdən danışan insanlar olsun. Ancaq dərd, problem danışan insanlar olmasın. Və nə qədər pozitiv insanlarla çox ünsiyyətdə olsaz, bu da sizin də əhvalınıza yüksək təsir edəcək, enerjinizin yüksək qalmağına kömək edəcək. Amma ətrafınızda olan insanlar daim dərddən danışırsa da, pessimistdirsə də, hər şeyin ancaq pis tərəfini görürsə də, hər şeydən gileylənirsə də, şikayət edirsə də, bu sizə də yansıyacaqdır. Və biraz keçmiş baxıb görəcəksiniz ki, siz də onun kimi danışmağa başlamısınız. Hətta fikir vermirsinizmi? Misal üçün, kimləsə ünsiyyətdə olursunuz, o başlayır nəyisə haqqında danışmağa. Danışanda sən onun dediklərinə haqq qazandıracaq növbəti cümlələri qurursan, özündən asılı olmayaraq. Bu avtomatik bir şeydir. Və güzgü neyronlar deyilən bir neyronlar var. Ünsiyyətdə olduğun insanla sən onu aynalayırsan deyirlər də türklər buna. Başlayırsan onun kimi davranmağa. Ona görə də pozitiv insanlarla ünsiyyətdə olmaq lazımdır ki, biz də onu kimi olaq. Əhvalımız pis olanda da gedək pozitiv insanlarla ünsiyyətdə olaq ki, o mənfi əhval ruhiyyəmiz müəyyən qədər aradan qalsın. Və birinci çalışın özünüz də pozitiv insan olun ki, ətrafınızdakı insanlar da sizlə ünsiyyətdə olmaq istəsinlər. Əhvalı daim pis olan, daim qaşqabaqlı olan insanlarla kim daha çox danışmaq istəyər. Təbii ki, əgər bu sizin yaxınınızdırsa da, məcbur qalıb onunla ünsiyyətdə ola bilərsiniz. Amma ətrafınızda olan hansısa insan daim mənfi şeylər danışırsa, daim kimisə arxasıca danışırsa, daim həyatında olan çatışmayan şeylər haqqında sizinlə bölüşürsə, müəyyən vaxtdan sonra bu sizi sıxa bilər. Ona görə də özünüz çalışın birinci pozitiv insan olun, yaxşıları görən, şükür edən insan olun. Və ikinci olaraq da ətrafınızda olan insanlar da elə insanlar olsun. Və bunu bəs necə vərdiş halına salaq? İndi hər birimizin ünsiyyətdə olduğumuz müəyyən insanlar var və onlardan deyə bilmərik ki, hamısı pozitivdir, deyə bilmərik ki, hamısıyla ünsiyyət bizə yaxşı təsir edir. Vərdişi belə özünüzə formalaşdıra bilərsiniz ki, bunu məsəl üçün həftədə bir olaraq özünüzə vərdiş halına sala bilərsiniz. Həftədə heç olmasa bir dəfə sizi yaxşı hiss etdirən insanla ünsiyyətdə olun. O insanın kim olduğunu özünüz seçəcəksiniz. O insana zəng eləyə bilərsiniz, o insanla görüşə bilərsiniz, özünüz onlara qonaq gedə bilərsiniz və yaxud da qonaq dəvət edə bilərsiniz və onunla müəyyən ünsiyyətdə ola bilərsiniz, gözəl şeylər müzakirə edə bilərsiniz, gözəl həyat planlarınızı bölüşə bilərsiniz və s. Və bunu vərdiş halına gətirin. Həmçinin də ünsiyyətdə olduğunuz insanlardan bu münasibəti görə bilmirsinizsə də yeni gözəl insanlarla tanışlıqlar edə bilərsiniz və o insanların içindən də yenə də sizə xoş təsir edən insanları seçərək onlarla gözəl ünsiyyətlər, gözəl dostluqlar qura bilərsiniz və bunu davamlı hala gətirərək, vərdiş halına gətirərək ən az həftədə bir gün, bir dəfə o xoş ünsiyyəti özünüzə hədiyyə edə bilərsiniz və belə bir vərdişi özünüzə formalaşdıra bilərsiniz. İndi bir özünüzə sual verin, görün. Ən son ünsiyyət qurduğunuz hansı gözəl bir söhbət sizə xoş təsir edib? Ki, misal üçün, sonuncu dəfə filan kəslə söhbət eləmişdim. Biz onunla filan şeylər haqqında danışdıq və bu söhbətdə mən özümü çox gözəl hiss etdim. Bu söhbətdə biz ancaq yaxşı şeylər haqqında danışdıq və bu ünsiyyət mənə çox yüksək enerji verdi. Baxın, görün sonuncu dəfə bu nə vaxt olubdu? Bir özünüzə sual verin, elə mənimlə də bölüşə bilərsiniz. Əgər çox uzun zaman öncə olubdusa da, demək ki, elə bu vərdişi həyatınıza gətirməyin vaxtıdır. Bunu həyatınıza gətirmək üçün elə indidən düşünün, görün ki, o insan kim ola bilər və elə
onunla ünsiyyət üçün bir vaxt təyin edin. O insanla gözəl bir ünsiyyəti, gözəl bir söhbəti planlaşdıraraq bunu özünüzlə edə bilərsiniz. Sonra başqa hansı vərdişlərdən deyim mən sizə? Daha önəmli vərdişlərdən biridir bu. Bunu da mən öz marafonlarımda həmişə xanımlara verirəm bir tapşırıq kimi ki, bunu vərdiş halına gətirsinlər. Hərəkət etmək. Deyir ki, sən paslanan dəmir deyilsən. Sən canlı bir bədənsən. Ona görə də bir yerdə qalma. Mütləq hərəkətdə ol. Hərəkət deyərkən hər kəsin özünə xoş olan bir hərəkət ola bilər. Burada nələr ola bilər? Oynamaq ola bilər, yoga ola bilər, hər hansı bir idman hərəkətləri ola bilər. Yəni çox şey ola bilər. Gün ərzində heç olmasa 5 dəqiqə özünüzə hərəkətə zaman ayırın və bunu vərdiş halına gətirin. Zamanla bu sizdə nə qədər müsbət dönüşümlər gətirəcək, həyatınızı necə yaxşılaşdıracaq özünüz görəcəksiniz. Hələ mən ən azını deyirəm 5 dəqiqə, yaxşı olar ki 10 dəqiqə, 15 dəqiqə. Bunu etsəz çox gözəl olar. Və səhər bunu etsəz sizin üçün daha gözəl olar. Səhər tutalım ki, səhər idmanı eləyə bilərsiniz. Səhər elə rəqslə bir 5 dəqiqə özünüzə zaman ayıra bilərsiniz və gününüzün daha pozitiv keçməsi üçün bu sizə çox gözəl təsir edəcəkdir. Və hərəkətlə bağlı bir şey də vərdiş halına gətirə bilərsiniz. Yerimək vərdişi. Gün ərzində heç olmasa bir 20 dəqiqə sadəcə yürüyüş edin də yeriyin, yəni ki. Bu sizə çox gözəl təsir edəcək və hər gün müəyyən açıq havada gəzmək, yəni hərəkətdə olmaqdır da, bu da yerimək, həm sizin yenə də beyin fəaliyyətinizi yaxşılaşdıra bilər, sizə çox gözəl təsir edə bilər ki, bunu da vərdiş halına gətirin. İndi baxın, bunu da özünüz üçün qeyd edin ki, gün ərzində 20 dəqiqə yeriyə bilərəmmi? Bu da bir vərdiş. Və sağlam bəslənmək vərdişi. Biz gün ərzində müəyyən qidalar qəbul edirik. Nəyi vərdiş edək? Qidamıza gün ərzində bir meyvə və yaxud da tərəvəz əlavə etmək. Misal üçün bir yerkökü, bir alma, nə bilim, kələm, hər hansı bir göyərti salatı və s. Gün ərzində özümüzə bir canlı qida, tərəvəz mi deyim, meyvə mi deyim, qəbul etməyi vərdiş halına gətirək. Heç nə yeməsək belə, heç olmasa gün ərzində bir tərəvəz və yaxud da meyvə yeyin. Misal üçün bir alma gün ərzində yeyin. Bunu vərdiş halına gətirin. Və yaxud da bir yerkökü yeyin. Yəni sizə hansı xoşdursa da onu edə bilərsiniz. Bunu da vərdiş halına gətirə bilərsiniz. Belə, bugün mən sizinlə müəyyən vərdişlər bölüşdüm. Bunları öz həyat tərzinizə qata bilərsiniz. Və indi istəyirəm ki, sizə bir tapşırıq verim. Siz bu vərdişlərdən ən tez hansını həyatınıza qata bilərsiniz? Yəni, bugün mən sizə qızıl vərdişlərdən danışdım. Və siz bu vərdişlərdən hansını bir qızıl vərdiş kimi ilk olaraq öz həyatınıza qata bilərsiniz? Bugün özünüzə sual verin və qərar verin ki, ilk olaraq bunu vərdiş halına salmağa niyyət edirəm. Elə bugün burada niyyət edin və onu elə bugündən başlayaraq həyatınıza daxil edin və hər gün bunu edin. Və istəyirəm sizi öz marafonuma dəvət edin. Bu marafonu artıq mən 2 dəfə keçirmişəm və yenidən keçirmək istəyirəm. Bu marafonda da çox gözəl vərdişlər formalaşdırırıq biz. Gözəl çalışmalar var. Sevinclə keçən günün marafonuna xanımları dəvət edirəm. Bu marafonda hər gün müəyyən çalışmalar verəcəm mən sizə. Burada dediyim vərdişlərdən hər gün birini sizə çalışma şəklində verəcəm. Və onunla bağlı xüsusi meditasiya, xüsusi çalışmalar da olacaq ki, bu sizin üçün daha əyləncəli və maraqlı olsun. Və siz bunları hər gün həyatınıza tətbiq edə bilərsiniz və baxa bilərsiniz bu sizə necə təsir etdi. Ondan sonra isə onu artıq vərdiş kimi növbəti günlərdə də həyatınızda formalaşdıra bilərsiniz və davamlı şəkildə bunu edə bilərsiniz. 8 günlük bir marafondur. Hər gün sizin həyatınıza sevinç qatan bir vərdiş sizə çalışma şəklində veriləcək və bunu necə tətbiq edə bilərsiniz, nələr edə bilərsiniz, bununla bağlı səs yazılarla mən hər bir şeyi izah edirəm və gün ərzində siz bunu edirsiniz və mənə geri dönüş edirsiniz. Arzu edənlər bu marafona qoşulmaq üçün mənə şəxsi yaza bilərsiniz. 8 günlük bu marafonu özünüzə hədiyyə edə bilərsiniz. Kimlər ki, bugün dediklərimi tətbiq etməkdə çətinlik çəkir, bu marafon sizin üçün başlanğıc ola bilər. Marafonda bu gözəl qızıl vərdişlərlə tanış ola bilərsiniz. Onları davranış olaraq öz həyatınızda
istifadə edə bilərsiniz və beləliklə həyatınızı yaxşılaşdıra bilərsiniz. Bu gün mənim sizə çatdıracaqlarım bu qədər idi. Məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Həyatınızda gözəl vərdişləri formalaşdırmanızı diləyirəm. Sağ olun, sevgi ilə qalın. Marafona kimlərsə qoşulmaq istəsə, mənə yazın. İnşallah tezliklə marafonumuz başlayacaq. Və ödəniş də minimaldır ki, hər kəs buradan yararlansın. Ümid edirəm ki, bu fürsəti dəyərləndirəcəksiniz və həyatınızı yaxşılaşdırmaq üçün gözəl bir addım atacaqsınız. Hər birinizə sevgimi yollayıram. Çox sağ olun xoş sözləriniz üçün, dəyəriniz üçün, bugün məni dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, sevgi ilə qalın.